Salam dəyərli izləyicilər, dəyərli abituriyentlər. Xoş gördük sizləri. Deməli, biz gəlmişdik neçənci suala qədər? 86-cı, sonuncu variantlı suala qədər gəlmişdik. Ondan sonrakılar qalmışdı. İndi isə davamını çəkək. Düşünürəm bu dəfə hamısını yekunlaşdırarıq da 3 dəfəyə bəsdir bu bölmə. Deməli, belə birinci sualımızda bizdən nə istəyir? X ihtim 16-dan. Burada çox güman ki 16 elementlərin sayıdır. Bir dənə baxaq. 5, deməli 5, bu da 10, bu da 16. 15, o da 16. Bəli, elementlərin sayıdır. Deməli, yaxşı olardı ki, burada len A yazsaydılar daha yaxşı olardı. Demək, A-da ininci, yəni məsəl üçün sıfırıncı. Sonra i burada bir vayda artacaq. Birinci, ikinci, üçüncü və s. və s. və s. Bütün hamısına baxacağıq. Hansı ki elementlər 5-dən böyük olacaq? O 5-dən böyük olan elementlərin sayını tapacağıq. Çünki K hər dəfə üzərinə 1 gələcək 5-dən böyük element görəndə. Vəssalam, deməli 5-dən böyük elementlər 6-dır. 7-dir, 8-dir, 8-dir. Bir dənə də burada 6 var. Cəmi 5 dənə elementimiz var. Cavabımız olacaq elə 5. Proqramın nəticəsini tapın. Deməli, K-mız bizim neçədir? 2, D-miz bizim neçədir? 4, əla, F2, 4. Qalxırıq funksiyamıza, A-nın yerinə 2, B-nin yerinə 4-ü qoyduq. S bərabərdir A plus B. Bu bizə verdi neçə? 6. A böyükdür B-dən, 2 4-dən böyükdür. Təbii ki, yox deyirsiniz. Kürsüz elsə, S bərabərdir S vurulsun B. 6 vurulsun 4. Bu sizə verdi 24. 24-ün də üzərinə 5 gəlməlisiniz. Bu da sizə verəcək neçə? 29 və return edirsiniz 29-u geri qaytarırsınız. Cavabınız olacaq 29. Baxın, bu S bərabərdir S plus 5. İstər if işlədin, istər else işlədin, fərqi yoxdur. Sərbəstdə özü hər dəfə işləməlidir. Dövrün gövdəsi neçə dəfə yerinə yetirirlər? Burada sadəcə dövrün gövdəsinin işlənmə sayını soruşur sizdən. Bu da baxan kimi görürsünüz ki, cəmi 2 dəfədir. Bir 5 qiymətində, bir də 3 qiymətində. Cavab olacaq 2. Python dilində yazılmış proqramın nəticəsini tapın. Deməli, K in A, A-ya birbaşa müraciət edir K. Bir dəfə 3 alır, bir dəfə 5-i. Və deyir ki, 3-ə bölünəndə qalıq 0-dan fərqli olsun. 3-ə bölündə qalıq 0-dan fərqlidir. Təbii ki, 5-də, yəni 3-ə bölünməyən ədədimiz bizim burada 5-dir. Həmin vaxtda bu hesabı yerinə yetirək. S-in qiyməti 3-dür. 3 plus 3 vurulsun. 5-dən 1 çıxanda eləcək neçə? 4. Bu da 3 plus 12 eləcək 15. Cavabınız olmuş olur 15. Hələ ki, nəsə çox sadə gedir. Görək nətər olur. Deməli, nəticəni tapın. Fon 3, 2, əvvəl 3, 2-ni tapırıq. Sonra buradan nə qiymət gəlsə, onunla bir yerdə 4-ü gedib axtaracaq. Deməli, 3, 2 ilə biz gəldik bura. Deməli, x böyük bərabərdirmi y-dən? 3, 2-dən böyük bərabərdirmi? Təbii ki, hə deyirik. Yazısa baxmırıq. Bərabərdir 3 minus 2-ni 2-yə vuranda 4. Bu bizə verdi mənfi 1. Return x plus y-i geri qaytar. X-in qiyməti mənfi 1, üzərinə gəlsin, y-in qiyməti də 2-dir. Bu da bizə 1 qaytarmış olur. Deməli, bu dəfə fon 1 və 4-ü axtarırıq biz və bu da z-in qiymətidir. Deməli, indi 1, 4 ilə qalxaq yuxarı biz. Görək 1, 4-də nə gəlir. 1 təbii ki, 4-dən böyük deyil və yaxud da bərabər deyil. Else düşürük. Y-in qiyməti 4-dür. 4 plus 2x. 2-ni 1-ə vuranda 2. Bu da bizə verdi 6. Gəldik buraya. X-in qiyməti 1-dir. Üzərinə gəldik Y-in 6 qiymətini. Bu da bizə 7 qaytarmış olur. Deməli, cavabımız neçə olur? 7. Yəni, Z-ə biz 7-ni tapmış olduq. Python dilində qonşuluq siyahısı bu nədir? Mənim nəsə ingiliscəm yoxdur. İndi oxuyacam, oxuya bilməyəcəm. Burada mənə gülüb eləyəsiniz. Ona görə oxumuram. Deməli, təpə sayı isə bu kimi adlandırılmış qrafın tilləri sayı ilə təpələrinin sayının cəmini tapın. Əla, baxaq. Demək, burada nəysə, deməli, burada bir dənə problem var da. Baxın, burada məsələ nədir? 1-dir, məsəl üçün 2-dir, 3-dür, bu da 4-dür, düzdürmü? Bu da 4-dür. İndi bunlar bunu
Burada sıfırı görmədiyimə görə yəqin ki, birdən nəzərə alıblar. 3, bu da 4. Başa düşdünüz? Yəni bir təpəsinin qonşuluq siyahısını hər halda bilirsiniz. Bir təpəsinin birləşdiyi təpələr bunlardır. Yəni iki təpəsinin birləşdiyi bunlardır. Üçün birləşdiyi bunlar, dördün də birləşdiyi bunlardır. Sadəcə olaraq problem nədir? Burada indeksləmə əslində sıfırdan başlayır. İndi göstərirəm onu. Nəsə bir dənə buna baxaq. Deməli 1 2 ilə əlaqələndir, 3 ilə əlaqələndir və 4 ilə əlaqələndir. Bunlar bizim təpələrimiz. 2 deməli 1 ilə əlaqələndir. Çox sədaqəsiz çəkdim bir dəqiqə. 1 2 3, bu da 4. Düzdür. Aha, deməli 1 2 ilə əlaqələnib, 3 ilə əlaqələnib və 4 ilə əlaqələnib. 2 1 ilə əlaqəsi var, 3-ü də çəkək. 3-ün deməli 1 ilə var, bir dənə də 2 ilə də var, 4-ü də çəkək. 4-ün də 1 ilə də var, 3 ilə də var. Əla. Görürsünüz ki, 4 dənə təpə var. Plus 1 2 3 4 5 dənə də til var. Bu da sizə neçə verir? 9. Cavabımız 9. Amma problem nə idi, nə demək istəyirdim? Yəni ki, baxın bu birisi necə olmalıdır? Bunun indeksləmə sıfırdan başlayır. 0 olasıydı. Bunun indeksi 1 olasıydı. Bununki 2, bununki də 3. Aydındır. Bu şəkildə. O zaman da burada 4 olmayacaq artıq. Bu 1-lər elə ki 0 olacaq. 2-lər 1 olacaq. Deməli 3-lər 2 olacaq. 4-lər də 3 olacaq. Bax, sual bu şəkildə olmalıydı deyə düşünürəm mən. Çünki indeksləmə sıfırdan başlayır. Buna yəqin ki 1-dən nəzərə alır, amma 1-dən olmayacaq. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edək. Len S bu bizə neçə verir? 8 hərflidə düzdür. Kompüter 8 hərf. 8-dən 1 çıxdı. Bu bizə verdi 7. Əla, burada nə yazıbdır? S len S 8. 8 minus A, yəni 7 çıxdı. Bu bizə 1 verəcək. Boşa nöqtə A, bu da 7. Və indi bu kəsik bizə nə çıxardırsa, onun sayını istəyir bizdən len. Bu kəsik də bilirsiniz ki 7-yə dəymirsiniz, yəni 1-dən 6-ya qədər kəsib çıxardacaq da, yəni bu sözdə 1-dən 6-ya qədər. Və bunun sayını verir, elə say da sizə görsənir də, yəni bu elə 6-dır da. Yəni 1-dən başlayıb 6-ya qədər gedib 6-da daxil olmaqla. Bu elə 6-dır onsuz da, cavab 6 çıxır. Lap belə burada baxa bilərsiniz. 0, 1, 2, 3, 4, 5, 6, bu da 7. Yəni 1-dən gəlirsiniz, bu belə 6-nı da götürürsünüz. Yəni 7 ilə işiniz yox. Orada da cəmi 6 dənə hərf. 94-də nə istəyir? Deməli, S bərabərdir A plus of Z oxunur, nə oxunur, hər nəsə. Üzərinə B-ni gəldik, B sətrini. Deməli, nəsə, indi biz bunu dənə-dənə yazası deyirik. Yəni, baxın, birinci bu olur, ikinci bu olur, üçüncü də bu B olur da, ardıcıl şəkildə. Baxaq görək K-da nə istəyir? Deyir ki, A-da 7-ci kəsikdən sonra A simvolunun indeksini istəyir bizdən. 7-ci kəsikdən sonra, yəni 7-ci indeksdən sonra daha doğrusu. Kəsiyi ayıracaq, orada A-nın indeksini istəyir. 0, 1, 2, 3, 4, 5, 6, bu da 7. Buradan bu tərəfdə, 7-dən bu tərəfdə. 7-dən bu tərəfdəki kəsikdən A-nın indeksi. Təzədən burada baxırıq, 0, 1. Yəni bu A-nın indeksi bizə neçə verdi? 1. K-nın hesabını aşağıdan yazaq, ya da buradan üstündən yazaq. Deməli 1 plus. İndi bura baxaq. Toplamanın sağ tərəf görək bizə nə verir. Deməli, S-də deyir 0-dan 5-ə qədər hissədə A-nın indeksi. S də nədir? Baxın, S buraydı da, düzdür. Yəni, elə sizdən bunu istəyir də, bu yuxarıdakını istəyir. Çünki birinci A-nı toplamısınız. 0, 1, 2, 3, 4, 5, 5-ə qədər A-nın indeksi. Bu da sizə neçə verir? A-nın indeksini 2 verir, təbii ki. Birinin də üstünə 2 gələndə 3. K-nı biz tapdıq 3. Əla. İndi düşək görək printdə bizdən nə istəyir? Printə gəlirik, görürük deməli K plus K3-dür plus A.count at kəsiyinin, AT kəsiyinin sizdən sayını istəyir. A-da, A sətrində. Baxırıq deməli AT biri buradadır, biri də buradadır 2. Üçün də üzərinə 2 gələndə sizə neçə verir? 5 vermiş olur. Keçək 95-ə. Deməli, klaviaturadan sətri daxil edərsə nəticəni müəyyən edin. Əla, sətri daxil edirik. Sətri biz 2-yə vurduqsa 2 dəfə təkrarlanır. Düzdür mü? 2 dəfə təkrarlanır. Burada nəzərimizdə olsun.
T bərabər s.count A simvollarının sayı. Həmin bu 2 dəfə təkrarlanmış vəziyyətində A-ların sayını istəyir. Burada A 1 dənədirsə, deməli 2 dənə olacaq da, 2 sözdə də 2 dənə olacaq. T-nin qiyməti 2. S.love, yəni hamısını kiçik şəkildə yazır. Yəni burada onsuz da bu təkcə baş hərf böyükdür. Baş hərfi də kiçildəcək, yəni. Bu da öz yerində, K-nı da bildik. F bərabərdir s.count. S-də sayacağıq biz nəyi? S-də birinci simvolu. S-də birinci simvol N hərfidir. Yəni, baxın 0, 1, N hərfinə düşür. N hərfinin bizdən sayını istəyir. S-də. N hərfi də burada görürük ki, deməli 1, 2 dənədir. Deməli 2 dənə də sözdə 4 dənə olacaq. Əla. 4 vurulsun. Len, K, Len, K. K-nı da bir dənə sayaq. Deməli, bu neçə hərflidir? 3, 3, 9, 10, 11 hərfli. Düzdür? 11 hərflidir və sözdə 2 dəfə yazılıb da. Deməli, 22 hərf. 22 hərf. Bunu da buna buran deyəcək 88. Üzərinə də gələk nəyə? T-ni. T-yə də biz neçə almışdıq? 2 almışdıq. Bu bizə verir 90. Cavabımız olacaq 90. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, len xx minus 2. Baxın, bu şəkildə bu yazılır. Yəni, sondan 2 dənəsində sizin işiniz yoxdur. İşiniz yoxdur burayla. Bunu qaralayaq. İndi nə iş görür? xx.find A. Düzdür. Deməli, A-nın indeksi. A-nın indeksi sizə 0, 1, yəni 1 verir. K-ya tapdıq 1. K-ya tapdıq 1. Bir dəqiqə, mən burada tələsdim, bunu götürdüm. Dövrdə həmişə vərdiş eləmişəm. Nəsə, bu hələ dursun belə. Deməli, len ümumi saydan 2 çıxıb emə nəsə qiymət qoyubdur. Amma yox, elə düz eləmişdik. Düz eləmişdik. Burada gəlir həmin ona qədər də, o 2 çıxdığına qədər. Bu hissəyə indi fikir verim. 2 çıxdığına qədər kəsik götürdüyünə görə son 2 dənəsinə dəyməyəsiniz. Hə, nəsə, baxaq. Deməli, indi deyək ki, xx-də o son 2 dənəsini çıxıb emə nə alıbsa qoyub bura. Ondan sonra gəldik bura. K plus 1. K bizdə neçədir? 1-dir. 1-in üstünə 1 gələn neçə edir? 2 edir. Yəni 2 qoşa nöqtə, sanki bu emin də yerində len xx minus 2 var da. Sondan 2 dənəsinə dəymişsiniz. 2-dən sonra, baxın 0, 1, bu da 2. Bura 1-dir. 2-dən, baxın bura qədər. Burada nə qədər simvol görürsə, len sayını sayasınız. 6, 7, 8, bu da 4, 12. Cavabınız olacaq 12. 97-ci sualımız. Burada nə iş görür? Deməli, restdə 0-dan 3-cü kəsiyə qədərin cəmi. Sam cəmləmək bilirsiniz. 0, 1, 2, 3, 4, 5, bu da 6. 3-ə qədər də 3 ilə işiniz yoxdur. 5, 3 və 1. Bunun cəmi sizə neçə verir? 9. Üçlü aşağı deyir ki, 3-dən len res. Resin hamısını sayır. Yəni, axıra qədər gedəcək bu. Axıra qədər gedəcək 3-dən. Buradan axıra qədərin cəmini istəyir bizdən. O da neçə edir? 9, 2, 11, o da 6, 17. 17. Gəldik bura A vurulsun B. 9 vurulsun 17. Bu da deməli 90 plus 63. Bu da 153. Cavabınız 153. 98. 4 daxil edilərsə klaviaturadan proqramın nəticəsini müəyyən edin. Baxın, 4 daxil edirsinizsə. İndi bu F4 qalxdıq bura. Düzdür, x-imizin qiyməti oldu bizdə 4. Burada görürsünüz ki, 4 plus 1, yəni 5 yazırsınız. 5-i götürmədiyimizə görə. 1, 2, 3 və 4 dəfə bu dövr işləyəcək, düzdür. 4 dəfə nə iş görür bu? F-i vurur x-ə. 4 dəfə, yəni 1 vurulsun 4, vurulsun 4, vurulsun 4. Baxın bu şəkildə. Yəni bu da 4 üstü 4-ü tapır da. Bu da neçə edir? 2 üstü 2, 2 üstü 8, o da eləcək 256. 99. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, nə iş görür bu? F-res. Baxın, bu siyahını götürür birbaşa. Qalxır bura x-ə. J x-ə müraciət edir. Siyahıya hər dəfə qiymətlərin birini alır. Və i də sadəcə olaraq sayır. Yəni, hər dəfə sayacaq i. Hansısa bir şərt yox. Burada da 6 dənə element var.
6 daha çap olmuş olacaq. Çünki i də onsuz burada 0-dır. Əvvələ də diqqətli olursunuz. Demək, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edək. Bu nə iş görür? Bir dənə baxaq. For in a, a-ya birbaşa müraciət edir. Bax, dövr bura buna müraciət edir a-ya. Deyir ki, b.count i, yəni a-dan məsəl üçün p-ni götürür və deyir ki, b-də sayırıq həmin p-ni. Say sıfırdan fərqlidirsə. Yəni, indi p burada yoxdur. Məsəl üçün, ta ki, r-i götürəndə, r-i b-də sayır. B-nin içərisində r bir dənə daxil. 1 nida bərabər 0, 0-dan fərqlidir? Bəli. Yəni, B-nin içərisində olan hər hansısa bir elementi götürsə, tapsa yəni. Yəni də say görür ki, B-nin içərisində var, bu 0-dan fərqli verir də, 1 olsun, 5 olsun, hər nə olsun. Və ya C-də də eyni şərti verir. Yəni, bu A sətrində olan hərflər, simvollar ki var, onlardan hansı B siyahısının içərisində və yaxud da C siyahısının içərisində varsa, bizə onların sayı lazım görürsünüz, STD onu cəmdir. Bir dənə diqqətli şəkildə baxaq. Deməli, R B-də var, P yoxdur heç birində. O deməli B-də var, C deməli C-də var, R B-də var, A deməli C-də var, M yoxdur, I var B-dədir, A-nın yoxdur, bir də C var. Burada neçədən oldu? Neçədən xətt çəkdik? 6, 7 dənə. Cavabımız olacaq 7. Yenə də deyirəm, başlanğıc qiymətlərə falan diqqətli olun. Vərdiş edirik, həmişə 0-0 olur. Bəzən olur, bir dənə fərq qoyurlar orada, haqqa verirlər, aləm dəyər bir-birinə. 101 deməli, nəticəni tapın. Baxın, bunlar əzbər bildiyiniz proqramlardır. Cavab 5 axtarırıq. 5 gətirmişsiniz bura qoyanda. 5 birdən kiçikdirmi? Deyirsiniz yox, düşürsünüz bura. Deyirsiniz 5 vurulsun. F çaşdım yazdım. Nəsə də cavab F4 və yaxud da cavab 4 fərqiniz. Dəfə gəlib 4-ü axtarasınız. Bu şəkildə vura-vura gedəsiniz. Yəni 5 vurulsun, 4 vurulsun, 3 vurulsun, 2 vurulsun, 1-i tapacaq. 5 faktorial tapır da bu da. 5 faktorial da neçə? 120. Cavabınız olacaq 120. Bircə dəqiqə. 102. Deməli 102-də nə istəyir? Baxın, n, i, range 0, 1, 2, 3-ü çaşıb yazası idi. Nəsə 3-lə işimiz yoxdur. 0, 1, 2 dövrümüzü 3 dəfə işləyir. 0 qiymətində, 1 qiymətində və 2 qiymətində. Baxaq görək funksiyamız nə iş görür. Çünki m-in üstünə m sadəcə cəmləmə edir. SN-i gəlir. Bir dənə SN-dən nə gəldiyinə baxıb tez şəkildə işləyəcək. 0 ilə gəlsək, deməli 0 2-yə vurur, üstünə 3 gəlir. 1 ilə gəlsək 2-yə vurur, üstünə 3 gəlir. 0 2-yə vuranda 0 üstünə 3 gələndə 3. 1 2-yə vuranda 2 üstünə 3 gələndə 5. 2-ni 2-yə vuranda 4 üstünə 3 gələndə 7. Bəs samsıda da bunların cəmləri lazımdır. Bu da eləyəcək 15. Nəticəni tapın. Deməli, x bərabər x bölünsün 3. X bizdə 13-dür. 13 bölündə tam hissə bizə verəcək 4. 3 bura bərabərdir. Y-i vurduq x-ə. X bizdə 11-dir. X-ə vuranda 4-ə vuranda gələcək 44. Üzərinə gəlsin. Y bizdə 11-dir. 11-i 2-yə böl, qalığı götür. Qalıq da bizə verir 1. Buradan da çıxır 45. Aşağıda nə deyir? 45-i vur 2-yə, bu da verir bizə 90. Deməli, nəticəni tapın. Nə iş görür? Len ayın təzdən gətirib K-nı yazır bura. Hamısına bir-bir baxacaq. Hamısı bir-bir nə iş görür? N-də eyninci böyükdürsə əgər M-lə, o zaman M bərabər olsun N-də eyninciyə. Yəni, N-də eyninci nədir? Bax, M-in burada qiyməti 0-dır. 0-dan böyükdürsə M 10 alacaq. Yəni, M hər dəfə çalışır ki, özündən böyüyü özünə mənimsətsin. Yəni, bu hissəyə diqqət elədirsə, n-i hər dəfə m-dən böyükdürsə, m bu dəfə o n-ini özünə mənimsədir. Yəni, həmişə çalışır ki, böyüyü götürsün. Siyahın da ən böyük elementi təbii ki, 8-dir. Ona görə cavabımız olacaq 8. Deməli, 2.
Deməli, baxın buna baxırsınız bu 2. Əvvəlcə biz bunu tapacağıq. Ondan sonra A-nın qiyməti də düzdür. Gətirib burada A-nın yerinə qoyacağıq onu. Ondan sonra sample 1 axtaracağıq. Deməli 2-yə baxaq. 2-yə baxanda görürük ki, qiymətlərimiz 8, 6 və 3-dür. 8 böyük ehtimaldan deyirik, bəli, end olduğuna görə ikinci tərəfə də baxırıq. Y 6 kiçikdir Z-dən, deyirik yox. Bu if-lə işimiz yoxdur, yazsa düşürük. X-lə Y-in cəmini istəyir bizdən. 6 plus 8, 14-ü qaytarır. Burada deməli neçə gəldi? 14. Bu dəfə artıq birinci funksiyaya gedə bilərik. Əla. İndi birinciyə də gələndə deməli 3, 5 və 14. Deyək ki, Y-i vur X-ə, 3 vurduz 15-ə. 3 vurduz 5-ə. Elədir. 15, üzərinə də gəldi Z-i, yəni 14. Da sizə neçə verdi? 29. 106. Bu deyəsən 2023-cü test bankında olmalı, toplusun. Deməli, nəysə, proqramın nəticəsini tapın. 289, baxın A9-dan bölüşdüm, bəli. A bərabərdir ədəd A. Yəni bu funksiyada nə qayıdırsa, A hər dəfə onu mənimsədir özünə. Nə qədər ki də 9-dan bölüşdü, funksiyaya müraciət edir. Yəni baxaq görək funksiya nə iş görür bizdə. Deyir ki, əgər x 0-dan bölüşdüsə, həmin ədəd 0-dan bölüşdüsə, ona böl qalığı götür və s-də o qalıqları cəmləyir. Yəni ədədin rəqəmlərini cəmləyir. Ona böl qalığı götür də, hər dəfə sonunu götür. Və ona da bölüb tam sayır. Nəysə, bu 9, 8 və 2, bu sizə verəcək 19. Yəni birinci dəfə 19 qayıdır. Deyirsən 19 bölüşdüm 9-dan, bəli. Bu dəfə ədəd 19 ilə gedirsən funksiyaya. Ədəd 19 ilə gələndə 1 ilə 9-u cəmləyirsən, 10 qayıdır. Gəlirsən 10 bölüşdüm 9-dan, deyirsən bəli. Bu dəfə ədəd 10 ilə gedirsən. 10 ilə gedəndə 1 ilə 0 cəmləyirsən, sənə 1 verir, 1 qayıdır. Deyirsən 1 bölüşdüm 9-dan, təbii ki yoxdur bu. Yoxdur olanda printə gəlib 1-i çap edirsən. Deməli, L bərabərdir K1, 2. K1, 2, 1, 2. Baxın burada. Gəldik K funksiyamıza. Bura baxaq deməli. X-in yerinə qoyduq 1, X-in yerinə qoyduq 1. 1-in üstünə, daha doğrusu yox, F1, 1-in üstünə gəldik 4. Bu dəfə qalxırıq hara? Ehtiyac yoxdur, bunu da eləyək, bunu da eləyək. Deməli, F, Y-in yəni bir-birindən asılı deyillərmiş. Deməli, Y-in yerinə 2, Y-in yerinə 2 bərabərdir. Ehtiyac yoxdur, yox, hə. 2, o da 2, 5. Deməli, buradan da bizə nə çıxdı? 2, o da 7. Əla, deməli, 1, 4 ilə gələndə, 1, 4 ilə gələndə, 1 üstündə 4, bu elə bizə verdi 1. Bundan çıxdı 1. 2, 7 ilə gələndə 2 üstündə 7-ni hesablayacaq. Bu da bizə verəcək 128. Və bunları da nə edirik? X-dən Y-in cəmini qaytarırıq. 128-in üstünə 1 gələndə 129. Aydındır. Yəni bunun hər birini götürdünüz, gəldiniz bu yuxarıdakı f funksiyasına. Və sizə C-dən 1 qaytardı. Bundan da gələndə C-dən sizə 128 qayıtdı. Və X-dən Y-in cəmini istəyirdi, o da 129. Python dilində yazılmış proqramın nəticəsini tapın. M2, 1-i əvvəlcə tapacağıq, sonra da təbii ki, özünü K-nın özünü. 2, 1 ilə bura müraciət edirik. A bərabərdir, A plus, yəni 2 plus, A vurulsun 2. 2-ni 2-yə vurduq, 4, bərabərdir 6. Bura baxırıq, A-nın qiymətini 6 almışıq, plus B, yəni 1, 7. A plus B-ni istəyir bizdən, 6-nın da üstünə 7 gələndə 13. Yəni bu dəfə M 2,13 axtaracaq. 2 və 13. O zaman bərabərdir. 2 plus 2-ni 2-yə vurduq, yenə 4, bu bizə verdi 6. Bərabərdir 6 plus B-nin qiyməti 13-dür, bu da bizə verdi 19. Sözdən də bunların cəmini istəyir, bu da bizə verəcək 25. Rəssamda bizdən də K-nı istəyir, bu da elədir 25. 109, yox, hərdə 109. Deməli, nəticəsini müəyyən edin, nə iş görür? 3-ü vurduq A-ya, 3 dəfə bu sözü təkrarladıq informatika. Ondan sonra üstünə də bir dəfə, bax bu 3 dəfə təkrarlanmışdı da U. Üstünə də bir dəfə də yenə A gəlir, 4 dəfə təkrarlanır.
Vəssalam 4 dəfə təkrarlanır R-də. R-də elə bil ki, informatik söz 4 dəfə yazılır. Və len təzədən onların simvollarının sayını sayır. Ada neçədir? 11 dənə saymışdıq da və yaxud informatika 11 dənə. 11-i də 4-ə vuranda 44 dənə. Nəticəni müəyyən edin. Deməli bu nə deyir? Deyir ki, indeksi əgər 2 bölündə birdən fərqli, yəni cütdürsə əgər, baxın burada şərt qoyubdur. Yəni qalıq birdən fərqlidirsə, yəni 0-a bərabərdir. Bu deməli indeksi cütləri istəyir. Yəni indeksi 0, 1, 2, 3 və 4. Cütdürsə nə edirik? Həmin o elementi bərabər edirik. Elementin özü ilə özündən əvvəlkinin cəminə. Yox, əgər tək olarsa, else dayanır. O zaman da özü ilə özündən əvvəlki fərqinə bərabər edəcəyik. Vəssalam və bunları da ki, t-də cəmləyirik. Və birdən başlayırıq, diqqətli olarsınız. Deməli, 0-cı ilə işimiz yox. Deməli, çünki niyə görə özündən əvvəlkinə müraciət edəcək? Niyə görə? Deməli, nə iş görürük? Deməli, 1 bizdə nədir? Cütdür. Cütdürsə, deməli, özündən əvvəlkinin cəminə bərabərdir. Yox, fərqinə bərabərdir daha doğrusu. Düzümü dedim. Özüm çaşdım bir dənə üzrlü sayın. Deməli, birdən fərqli, cüt olanda bura, tək olanda bura. Bir deməli bizdə təkdir, özündən əvvəlkinin fərqinə bərabərdir. 8-dən 1 çıxacaq, bura oldu 7. Deməli, cüt olanda nə edirik? Özündən əvvəlkinin cəminə bərabərdir. O zaman 7 plus 7, bura oldu 14. 3-dən 14 çıxdıq, bura oldu -11. Deməli, cüt olanda cəminə bərabər idi. Burada oldu -1. Ondan da -11 çıxdı. Deməli, yox, çıxdıq nə idi? Topladıq. Burada oldu -1. Mən biraz yorğunam deyəsən, başım dondu. Nəysə, bunların da bizə cəmi lazımdır. Bunlar da neçə edir? 7, 14, 21. 21, 10, o da 9 edir də. 9, Necə 9? Bir dəqiqəlik mənə üzrlü sayın. Bircə dəqiqəlik. İndi gəlirəm. Deməli davam edək üzrlü sayın. Neçəyə gəldik biz? 111-ci sual. Deməli, burada nə istəyirəm? 10 dəfə icra edilərkən B dəyişəni üçün aşağıdakı ədədlər növbə ilə daxil edilərsə, neçə dəfə ekrana yes sözü çap olunur? Səs qaydasındaydı mən. Yerində. Deməli, neçə dəfə ekrana yes sözü çap olunur? Əla. Deməli, məsəl üçün 145-i daxil eləsək biz, nə edir? STR B. 0-dan len B-1-ə qədər, yəni sonuncusundan işi yoxdur. Niyə görə? Çünki bir dənə sonraki ilə nəsə müqayisə edir. Deməli, if int B-də inci, yəni məsəl üçün birinci kiçikdirmi özündən sonraki, yəni 1 4-dən kiçikdirmi deyirik, bəli. O zaman B M-in üzərinə 1 gəlir. Yəni M1 vahid artır və 4 də 5-dən kiçiksə M1 vahid artacaq. Bu neçə olacaq? 2 olacaq. Düzdür, M bizdə 2 olacaq. Yəni 145 üçün 2 olacaq. Və deyir ki, 2 bərabərdirmi? Len B-1. Len B də sizə 3 verir. 3-dən də 1 çıxanda 2 verir. 2 2-yə bərabərdirmi? Bəli, yes. Burada nə görsənir? Yəni ki, ədədin rəqəmləri artan ardıcıllıqla düzülübdürsə, sizdə yes sözü çıxacaq. Bu deməli 145-dir, 18-dir. Sonra 4 5 7 6 yox, 4 6 9-dur. Bir də 1 2 4 7-dir. Vəssalam da 4 dənə. Düzgün baxdım, saydımsa 4 dənədir.
Yəni ədədi yoxlayır, rəqəmlər artan ardıcıllıqla düzülübsə, həmin rəqəmləri sizə çap eləmiş olur. 112. 112 deməli Fibonacci ardıcılığı ilə bağlı proqramdır. Deyən baxaq görək nə edir. N dəyişəni üçün 13 ədəd daxil edilərsən. 13-ü daxil elədinsə, deməli burada 13 buradadırsa, sonuncu dəfə 13 ilə də bu işini görəcək. 13-ü də siyahıya əlavə edəcək. Və sum F. Siyahıda nələr varsa, siyahıdakıların hamısının cəmini tapır. Sonuncu dəfə 13-ü də əlavə edir, 13-ü də cəmləyir. Fibonacci ardıcılığıdır bu, deməli uşaqlar. Burada sadəcə olaraq da baxmaq istəmirəm. Baxın, bir dəfə K bərabər olur nəyə? Özünə və özündən sonraki, yəni burada 2-yə bərabərdir. Aydındır. Yəni F-də deyir ki, 0-cı budur, 1-ci budur. Cəmlədi 2-yə bərabər oldu. Və həmin o 2 kiçikdirmi? Bərabər, kiçik bərabərdir mi 13-dən? Bəli, o 2-ni də əlavə elə siyahıya, F siyahısına. Yəni 2 də bura əlavə olunur. Və i1 vayda artıq düşəcək burada təzədən, yəni F-də i-ci və i plus 1-ci və s. Yəni 2-dir, sonraki ardıcıllıqda deməli 3-dür, sonra 5 gəlir, sonra 8 gəlir, sonra da 13 gəlir. Baxın, bizdən bu ardıcılığın cəmini istəyir. Burada neçə edirik? 2, 8, 10, 8, 3, 5, 8, bu da 2, 10, 20, bu da 13, 33. Cavabınız edəcək 33. Yəni 13-cüyə qədər 13-ə qədər 13 daxil olmaqla sizdən cəmini istəyir. Deməli 5 ədəd daxil edərsə nəticəni müəyyən edək. 5-i daxil elədik, lap əla. N bərabərdir C5. Baxaq görək 5 ilə nə iş görür. 5 ilə səhv gəldim. Deməli 5 ilə gəldik bura. A bərabərdir F, deməli 5. 5 ilə təzədən bu qalxırıq bura. 5-i 5-ə vurduq, 25. Deməli bunun cavabı oldu neçə? 25. Təzədəndən deməli B bərabərdir F 25. Bu dəfə 25 ilə gəlirsiniz bura. 25-də 25-ə vuranda 600 neçə edir? 625 edir də dərs. 625 edəcək, hə. Bu dəfə 625 qayıdacaq. 25 ilə gəldikdə 625. Təzədən də deyir ki, A plus B-nin cəmi. Bunların da cəmini istəyir sizdən. Bu da sizə verəcək 650. Nəticəni tapın. Nə iş görür? F A-ya müraciət edir, düzdürmü? Əgər ki təkdirsə, S-in üstünə F gəl. Yəni həmin ədədin özünü gəl, təki. Əks halda ədəddən S çıx. Ədəddən S çıx. Nəysə, baxın. Deməli, təklər hansılardır? 1-dir, 7-dir, 9-dur və 15-dir. Deməli, təkcə S-in üstünə F gəldi. S bizdə 0-dır, 1 də təkdir. 1 gəldi, yerdə 1. 4 bizdə cütdür. Bu dəfə deyir ki, F-dən çıx, S-i. 4-dən yəni 1-i çıxdıq, 3 aldıq. Bu dəfə S-in qiyməti oldu 3. O zaman bunu sıfırlayaq. 1 getdi, 4 getdi. 7 bizdə təkdir. Deməli, təkdirsə 7-nin üstünə S gəldik. S-in üstünə F gəldik. Yəni neçə elədi? 3, 7, 10. Bu da getdi. Bu dəfə 9 da gələcək. 19 edəcək. Bu da getdi. 12 olanda deməli. Düşdü aşağı. Düşdü aşağı. 12-dən çıxdıq S, yəni 19-u. Bizə verdi -7. -7, 15 olanda 15 bizdə təkdir, bura işləyəcək. -7 plus 15. Bu da neçə? 8. Cavabınız olur 8. Nəsə bezdirici sual. Qısa nəsə görsənirmi burada? Mənim nəsə görən bilmədim. Nəysə. Deməli, n bərabərdir minimum list. Listin minimum elementi neçədir? Neçədir? 23-dən balacasını görmürəm. 23. Üzərinə gəlsin. Maksimum neçədir? 100-dür. 100-ü də 2-yə vuranda 200. Bunda toplayanda 223. M-i tapdıq 223. 223 sıfırdan böyükdürmü? Bəli, ona böl qalığını götürür, yəni son rəqəmini götürəcək. Nəysə də bu görürsünüz ki, ədədin rəqəmlərinə parçalayır bunu. Və ondan sonra nə iş görür?
Həmin o rəqəmləri 2-yə vurur, S-də cəmləyir. 2-yə vurur, S-də cəmləyir. 2-ni 2-yə vuranda 4, 2-ni 2-yə vuranda 4, 3-ü 2-yə vuranda 6. Bunları da cəmləyəndə sizə neçə verir? 14 verir. Yəni bunları da təzədən cəmləməlisiniz. Keçək 116-ya. Proqramın nəticəsini tapın. Deməli, nə iş görürük biz? N2 5 7 8, N2 5 7 8. 5 7 8. Y x-dən böyükdürmü? Deyirik bəli. Ənddir. Sağ tərəfə də baxırıq. X z-dən kiçikdirmi? Deyirik bəli. Else düşmürük. Bərabərdir. Y plus z. 7-dir. O da 8-dir. Neçə elədi? 15. 15 ilə gəldik bura. Bu dəfə deməli 2, 1 və 15 ilə qalxırıq yuxarı. 2, 1 və 15 ilə qalxdıq yuxarı. Z vurulsun Y. Z bizdə 15-dir. Y-ə vuranda da elədi 15. Üstünə də gəldi X, yəni 2-ni. Elədi neçə? 17. Keçək. Cavabımız yəni 17 edirdi. Təzədən gəldik, bunu tapdıq. Deməli 117. 117-də nə iş görür bu? F1. F1 3 4 2 3 4 və 2. X z-dən kiçikdirmi? Deyirik yox. Əndi də digər tərəfə baxmırsınız. Or olsaydı digər tərəfə də baxardıq. Ola bilər ki, bəlkə digər tərəf doğru olardı. Düşdü elfə. Y 4 yəni z-dən 2-dən böyükdürmü? Bəli. Ordur. Digər tərəfə baxmağa ehtiyac yoxdur. Else yəni düşmürük. Hələ return baxaq ki, nə edir. Y-i 2-yə vuranda 4, 2-yə vuranda 8, çıxılsın z, yəni 2-ni çıxırıq 6. Bu bizə qaytardı neçə? 6-nı qaytardı. Yəni A-nın yerinə 6 qoyuruq və 4, 5, 6 ilə gəlirik F2-yə. 4, 5, 6 ilə gəlirik. Bu da cəmlərini istəyir bizdən. Bu da bizə neçə verir? 15. 118. 118. Proqramın nəticəsini tapın. Əla. Deməli, üzürlü sayın bir dənə baxaq. Deməli, burada görürük nə yazıb. A, 2, qoşa nöqtə len A, neçədir? 6, 7. 7. Aşağıda nə yazıb? Bir dənə gəlmə kəsiyi götürək. 0, 1, 2, 3, 4, 5, bu da 6. Deməli, buradan çıxır B, R, A, C, A. Bu getdi. Burada nə deyir? Deyir ki, B-də len B minus 4, len B minus 4. Yəni 5, 5-dən 4 çıxdı, zərədə 1. Len B. Len B-dəki sizə 5 verir. 1-dən 5-ə qədər kəs. Yəni 5-ci onsuz da sonuncudur. Yoxdur. Yəni axıra qədər gedirsiniz. Elə bir ki, çıxır buradan. LA və BL. BL. Baxın belə də 0-dır, 1-dir, 2-dir, 3-dür, bu da 4-dür. Sizə deyir 1-dən axıra gedir. Əla. Ondan sonra nə deyir? Bu ikisinin cəmində count ilə A simvollarının sayı. Görürsünüz, bu ikisinin cəmi mötərizdir. Bu ikisində cəmində A simvollarının sayı 1-dir, 2-dir, bu da 3-dür. 3 dənə. Deməli, cavabımız burada oldu 319. Python dilində yazılmış proqramın nəticəsini tapın. Heç nə də. Deməli, 3-6. Baxın, görürsünüz, burada 1 var. Bir sadəcə birinciyə müraciət edirik. Bura. Yox, orada 2-yə müraciət edirik. Nəysə, baxaq. Deyəsən uzandı. Deməli, 3-6 gəldik bura. Burada nə yazıbdır? F2 yazdım sadəcə. Bunu deməli, X, Y, yəni 3 və 6. Üzərinə gəlsin, Y vurulsun 2. Yəni 6-nı 2-yə vurdunuz, 12. Əla, indi biz F2-dən qiymət alıb bura gəlməliyik. F2-yə gələk. Deməli, 3, 6. 3, 6 ilə bura gələndə 3 plus D-ni vurdunuz 2, yəni 3-ü vurdunuz 2, 6 elədi. Və sizə verdi 9. Bu bərabərdir nəyə? 9 plus F. F də bizdə 6-dır. Elədi neçə? 15. Bu da bərabər D plus F, yəni 15 plus 9. Bu da bizə verdi 24. 24-ü götürük, gəldik yerinə. Bunu da topladıq, bizə verdi 36. Əla. İndi bunu tapaq. F yenə 2 yazıram bunu. X, Y bizdə yenə 3, 6-dır. Üzərinə gəlsin X. X-imiz də bizim 3-dür. Deməli, 3, 6 ilə biz onsuz 24-ü gətirmişdik. Yazırıq yerinə. Bu da 27 eləmiş olur. O zaman A plus B-ni istəyir bizdən. 27 plus 36. Bu da neçə? 3, 1 ya da 63.
Keçək növbətiyə. Demək 3, 5 ilə A funksiyamıza müraciət edirik. 3, 5 gəldik bura. Bərabərdir. 3 plus B. 3, 5. 3, 5 ilə gəldik B-yə. Bərabərdir cəmləri 8. Bərabərdir. 8 vurulsun N-ə, yəni 5-ə. Bizə verdi 40. Cəmlərini qaytar. 48. Yəni bura 48 gəldi. Bu da bizə verdi 51. Düşdük buna. X-in qiymətini biz almışıq 51. Üzərinə gəldik 5. 56. Gəldik bura X plus Y. X-ə biz almışdıq 51. Y-ə də biz almışdıq 56. Nəticələdi 107. Cavabınız 107. Neçə deməsi qaldı görəsən. Nəysə bitir. Haradaydıq biz? 120 yazdıq da. Hə, 121. 121. Deməli, L funksiyamız bizim nə iş görür? Gələk bura deməli 7, 9 və 10. A kiçikdirmi C-dən? Bəli. Ənddir. B A-dan böyükdürmü? Buna da deyirik. Bəli. Elsə baxmırıq C ilə B-nin cəmi, yəni 19-u qaytardıq. Deməli 4, 3 və 19 ilə M funksiyamıza gedirik. 19 ilə. Bu da bərabər deməli. C vurulsun B-yə. 19 vurulsun 3-ə, üzərinə gəlsin 4. Neçədir? 30 plus deməli 27. 57 üstünə də 4 gələndə 61. 122. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli F4-1, 4-1 bizə F2-də 4-1. Deməli 4-1 bizə nə qaytarır? 4-ü vurduq 2-yə 8, birinin üstünə 3 gəldik 4. 8 bu da 4, 12. 12 bizə qayıtdı bu məqdum əsli. 12-ni bir tərəfə yazaq dursun burada. 12 baxın bunun qiyməti idi. Bir kənarda dursun. Üzərinə gəlsin. F1, 2, 6. 2, 5, 6. 2, 5, bu da 6. Üçünün cəmi bizə neçə verir? 13. 13 plus AB ilə müraciət edirik. Yəni 2, 5 ilə. 2, 5 ilə müraciət edəndə 2-ni 2-yə vuranda 4, 5-in üstü üçgəndə 8, 12 qaytardı bu bizə. 12 qaytardı. Qardaş, bu elədi 25. Ondan sonra B plus C 11. Üzərinə gəlsin. BC ilə gəlir F2. BC ilə gələndə, yəni 5 və 6 ilə gələndə bu neçə elədi? 5 vurulsun 2. Deməli 10, 6 plus 3 bizdə neçə elədi? 9. Bu da bizə qaytardı 19. Bu da bizdə neçə elədi? 30. Düşdük aşağıkına, deməli C plus C-nin qiyməti bizdə neçədir? 6. 6 plus F A C ilə. Deməli A bizdə neçə almışdıq? 25. C də bizdə neçədir? C hələ ki 6-dır. 6-dır. 25-i vurduq 2-yə, deməli 50. 6-nın üstünə 3 gəldi, elə 9. Bunların da cəmi bizdə neçədədir? 59. Əla. 59 da qaytardıq bura. Bu da bizə neçə verdi? 65. Təzədən də bunların üçün cəmini istəyir bizdən. 65, o da 25. Elədi bizdə 90. Üstünə də gəldik 30. 120. Üstünə də gəldik 12-ni. 122. 12 buradan əvvəlcədən var idi da. 120. Elə bir ki, baxın bu üçün cəmi idi. Biraz deyəsən çox qarışıq dedim. 120. O deyirdi 122. Yəni buranın cəmi 122. Qarışıq demədim. Yəni belə uzunçu misaldır. Çürükçü misaldır. Nəticəni müəyyən edək. Deməli, burada F7, 7 ilə gəldik funksiyamıza. X-in 7-nə qoyduq 7-ni. Əla, əla, əla. Nə iş gördük? K-da insert elə i-yə, yəni birinci mövqeyə. Bu 0-dır, birinci mövqeyə. Yəni həmişə axırına əlavə edəcək. Onsuz da bunu gördük. Nəyə əlavə edir? 2 plus K-da i minus birincini. Yəni bu 1-dir, 1-dən 1 çıxdıq 0-cı. Yəni 2-nin üstünə 0 gəldi 2.
İçinə əlavə elədik. Bir dənə bunu yazaq 2, 3, 4-cü, 5-ci və 6-cı. 6 dəfə işləyəcəkdir, düzdür? Əla. 6-cı. Bu dəfə nəyə əlavə eləyir? Deməli 2 plus 2 4 əlavə edəcək. Aydındır, yəni 2 plus. Hər dəfə 2-nin üstünə, elə bil ki, bax bu 2-nin üstünə burada bir dənə əvvəlkin gələcək. Bu 2-nin, sonra belə bunun əvvəlkin gələcək. 4. Bu dəfə deməli 4-ün üstünə 2 gələcək. 6, 6-nın üstünə 2 gələndə 8, 8-in üstünə 2 gələndə 10, 10-un üstünə 2 gələndə 12. Deməli 8, 12 elədi bizdə 20. Bu da deməli 10 bizdə elədi 30, bu da 10, 40, bu da 2, 42. Bunların cəmini istəyir bizdən, onu hesablayırdım. Deməli sum K, K-dakıların cəmi. 124. Python ilə yazılmış proqramın nəticəsini müəyyən edin. Bunları ücretsiz əzbəri gözü yumulu yazmalısınız. Baxın bu nə iş görür. Görürsünüz 2-yə bölür, qalğı götür, 2-yə bölür, tam üstdən götür. Bax qalxları da tərsinə formada S-də neyinir? Düzür. Qalğı elə bir ki, sətrə çevirir, S üstünə gəlir. Qalğı sətrə çevirir, S üstünə gəlir. Əksinə formada düzür. Yəni 40-ı çevirir nəyə? İkilik say sistemi. 40-ı da ikiliyə çevirəndə bölə-bölə gedirsən. Deməli 20, burada 40, burada 0, böldüz 2-yə 10 dəfə 20, burada 0, böldüz 2-yə 5 dəfə 10, burada 0, böldüz 2-yə, burada deməli 2 dəfə 4, burada 1, böldüz 2-yə 1 dəfə 2, 2, burada da 0. Bizdən nə istəyirdi? Sıfırların sayını, sıfırların da sayı 3 dənə burada, 1 dənə də burada 4. İsə 125-ə uyğunluğu müəyyən edin. Aha. Deməli bu nə iş görür? STR A, yəni sətirdə 15 üzərinə gəlsin. B vurulsun int C. C-nin int tam hissəsi 2-dir. B-yə də vuranda 2 dənə 20 olacaq. 22 nə idi arada? 20 və 20. 15, 20 və 20. 15, 20 və 20 B variantı. 1-ə getdi B variantı. Yapışır da onu da tapıyorum. 1B. 2, deməli int A, yəni 13 ədəd tipindədir. Vurduq int B-yə, yəni 3-ə. Deməli, o da neçədir? 3 dənə 13-də, 3 dənə 13. 3 dənə 13, ondan sonra 3 dənə 13 cavabda görənmədim. Neysə, üstünə də C gəldi 15. 3 dənə 13, bir dənə də 15. Sənə cavab yoxdur. Neysə 100% səhv. Hayda, int A deyir. Deməli, ədəd tipində 13 vurulsun int B, yəni 3-ə. Deməli, bizdə neçə 39 üzərinə gəlsin C, yəni 15. Bu da bizdə neçə edəcək? 4, 54. C variantı getdi 2-yə. Deməli, print str A dırnaqda 13 sətir tipində vurulsun int C, yəni 4-ə vuracaq 4 dənə 13. 4 dənə 13 burada A variantında görsənir. Plus üstünə də B gələcək, yəni 15 də yapışacaq arxasına. A variantıdır. Deməli, 1-ə B, 2-yə C, 3-ə də A variantı. 126. Uyğunluğu müəyyən edək. Max, count, bir də len. Baxaq da, deməli A variantında nə iş görür? Baxın, deyir ki, A-ya bir müraciət edir. Əgər i 4-ə bərabərdirsə, yəni bu i buradan elementlər götürür. O zaman B-nin üstünə 1 gəlir. Yəni 4 elementlərinin sayını sayır. Bu avtomatik olaraq gedir count-a. 2-yə getdi A. Yəni count-da da biz 4-ün sayını sayıb çıxarda bilərik. 2-yə getdi A. Ondan sonra deməli B variantında nə iş görür? Birbaşa müraciət edir A siyahısına və B-nin üstünə sayıcı olaraq 1 gəlir. Bu da gedəcək nəyə? 3-ə, L-ə. Deməli 3-ə getdi B variantı. Yəni hər hansısa bir şərt qoymuyub da. i birbaşa A-dan ədədlər götürür və B-nin də üzərinə hər dəfə 1 gəlir. Belə. Yəni hamısını sayır da, belə deyək. 2-yə A, 3-ə B, bir dənə bizdə max qaldı. Max da ən böyük görə harda tapır? Ən böyük görə harda tapır? Deməli, A-da 0-cını götürübdür bu. B. Birinci elementi yəni götürüb. Belə deyək, 0-cı və yaxud da birinci. Və nə edir? Əgər həmin B kiçiksə i-dən növbəti qiymətləri götürək, 8-i 4-ə 6 məsələn.
O zaman B çalışır ki o i-ni alsın. Yəni B nəyə çalışır? Özündən böyüyü özünə mənimsətməyə. Yəni ən böyüyü almağa. Bu da max-dır. Deməli, o zaman 1-ə getdi C, 2-yə getdi A, 3-ə də getdi nə? B variantı. Belə 126 dənə test bitər ki, qurtardıq. Biraz mənə üzürlü sayarsınız. Enerjisiz izah oldusa əgər. Məncə oldu, yəni özümə görə oldusa, sizə də görə olub hər halda. Hə, amma düşünürəm ki, hər bir kəs üçün aydın olmuşdu, yəni qaranlıq qalan bir test olmadı məncə. Belə izlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Kompüter şəbəkələrində inşallah görüşənədək.